Yeni vlogumdan hər birinizi salamlayıram. Kanalıma xoş gəlmisiniz. İşdən çıxandan sonra gəldim mağazalara baxdım. Özümə bəzi kosmetik vasitələr almalıydım. Aldım, sonra isə gördüm ki, vaxt artıq gecdir. Rahim bağçada məni gözləyir. Ona görə də tez çıxdım. Rahimi götürüb gəldim evə. Bugün özümə bəzi şeylər almışam. İstəyirəm ki, sizinlə bir yerdə açaq, baxaq. Özümə nələr almışam? Belə bir zakolka almışam. Hər dəfə qırsam da yenə də gedib alıram. Çünki saçımda bilmirəm də belə hamıda yəqin olur. Saçıma taxılı olaraq uzanıram. Bir də görüm qırıldı. Həm də bunu belə aldım ki, iri saçımda iz saxlamasın. Nəysə. Belə bir L'Oreal'ın bazasını almışam. Orta rəngi götürdüm. Bundan açıqları da var idi və tünd rəngi var idi. Ancaq mən orta götürdüm. Ağdərli olduğuma görə istəyirəm ki, zaqarını olsun. Həmişə elə götürürəm. Endirimdə idi. 17 manat. Qəpiyi də var idi. Amma 17 manat olmağı yadımda qalıb. Sonra özümə belə Ogenin konsilerini almışam. 3 manatdır. Bu kəşfiyyətimə daha çox çıxıb. Deyirlər ki, birazdan qiyməti qalxacaq. Çünki çox qəşəngdir. Yəni tartdan da yaxşı qalır. Ona görə də mən də aldım ki, baxım görüm necədir, yoxlayacağım. Bu ikisini bir yerdə səhər işə gedəndə, makyaj eləyəndə yoxlayacağım. Sizdən bir yerdə görək necə qalır, sınayarıq. Və özümə ən əsası, ən gözəl krem olan nəmləndirici Kremko'nun kremini almışam. Nəmləndiricisini almışam. Çəhrayı rəng quru dərilər üçündür. Mavi rəng olan da yağlı dərilər üçündür. Mənim dərim qarışıqdır və tez-tez quruyur. Ona görə də bu çox super kremdir. Bu da endirimdə idi. 19 manat neçə qəpik idisə belə aldım. Burada var ümumi. Belə, yox o birisinin. Karandaş da almışım, qalıb burada. Bir dənə də belə bir karandaş almışam Miss Tight'ın. Məndə Miss Tight'ın karandaşları var, ancaq nömrələri yadımda qalmayıbdı. Bunun nömrəsi 801'dir. Makyajımı yuyum, sonra bu kremi istifadə edəcəm sizdən bir yerdə. Doğrudan da çox qəşəng üz nəmləndiricisidir. Mən onun balacasından alıb istifadə eləmişəm. Bu dəfə biraz orta ölçüsündən aldım. Balacası da endirimdə idi. 14 manat falan idi. Deyəsən, səfərəmsə 14 manat idi. Ancaq mən bunun biraz böyük ölçüsünü götürdüm ki, uzun müddət işlədim. Üzüm makyajını yudum, gəldim. Başlayaq, kremimizi açaq. Əslində bir neçə şey də almalıydım. İstədim ki, Rahimi bağçadan götürəndən sonra geri qayıdım, mağazalara baxım yenə. Sonra fikirləşdim ki, Rahim ora-bura qaçacaq, kirim yayınacaq, rahat şəkildə ala bilməyəcəm. Ona görə də qaldı, sabah işə gedəndə yolumun üstüdür bütün mağazalar. Endirimdə çox şeylər var. Qızlar, istədiyiniz kosmetikaları indi məncə fürsətlə əldə edin. Adi üzümə nəmləndirici vuranda bilmirəm, vloqlarımda görmüsünüz, dərim sırası qızarır. Əl vuran kimi reaksiya verir. Mən Bepantol var, ondan istifadə edirdim. O çox qəşəng kremdir. Ona vaxt kosmetoloqum yazmışdı mənə. Demişdi ki, bunu həmişə istifadə edirlər. Həm quruluğu götürür, həm də ki, allergik reaksiyalara çox qəşəng təsir eləyir. Ləkə falan, belə şeylərə yaxşıdır, quruluğa falan da. Bunu çox tərifləyirlər yayda. Mən də aldım, balacasını almışdım. Həqiqətən də mənim dərimi çox gözəl eləyir. Adi necə vururam dərimə, bax vurmuşam, sakitləşdirir də bir dərimi. Bir də dəriyə çox gözəl parıltı verir. Deməli, göyərçin gəlmişdi, qiliçqa atdım, külək uçurtdu. Getmə. Külək uçurtdu, qalmadı. Təzdən bura çəkdim ki, gəliyim, buna bax gəlir. İyi balam, sənlə heç bir şey yox. Bunun bir ayağı zədəldi, ondan tanıyıram. Sonra deyirlər belə heyvanlarda şuur yoxdur. İnsanlardan etibarlıdır. Ən çox buradan köçən də bu quşlar üçün darıxacaq. Üzümə də çay gətirmişəm, işdən gəldim. Biraz çay içək. Rahim, bu ikinci də yeyirsən, Rahim. Belə bir şokolad, bilmirəm, bundan yemisiniz. Həm ucuzdur, həm də ki, açığı çox dadlıdır. Bunu İran mağazasından yoldaşım kəşf edib, o alıbdır. Bu, deyəsən, bitirdi, yəni darkdır da, biraz tündür. Bu da süddüdür, maloçnudur bu. Mən maloçnu xoşlamıram. Yəni dadı pis deyil, yaxşı sadəcə olaraq. Mən ümumiyyətlə tünd şokoladları sevirəm. Bir dənə Milk'in şokoladlarını xoşlayıram, maloçnunun deyə. Ondan qalan maloçnu şokoladları sevmirəm. Mənimki dark, tünd şokoladlardır. Qiyməti yəni 1.60'adır. Çox qəşəng, ləzzətli bir şeydir də. Sonra bundan nə qədər alıb, iş yoldaşlarına aparıb, onlar da sənəmə alırmışlar. Həm də axtarılmışlar, yox imiş. Biz tərəfdə olan mağazada birində var, yasamalda. Sənə bunu açın.
Tekrardan aça bilərəm. Yox, aça bilməyəcəm. Bir dənə açım göstərirəm. Koydum telefonu. Baxın, belə bir şeydir. Bunu da göstərim. Bu maloçunudur. Görürsünüz, bu biraz tündür. Altı belə peçeniydi, üstü də belə şokoladdır. Çox qəşəngdir. Hardasa hər şeydə 3 dənədir. 3 bundadır, 3 bundadır, 3 dənə də budur. 9 dənə 1.60 edir. Mütləq siz tərəfdə də belə mağaza varsa alın bunu. Kutusu budur. Bundan alın. Dadına baxın. Şərhlərdə mənə yazın görüm siz də bəyəndiniz. Mən dark sevirəm. Ona görə dark yeyəcəm. Hansını götürüm? Bunu götürüm. Dünən hələ bunu da almışam. Bu da endirimdəydi. Həmişə endirimdə olanda bunu alıram. Bunu da çox xoşlayıram. Ancaq bunlarla çay içdiyimə görə buna hələ əl vurmayacağam. Qalsın. Bu da əl vuran kimi qırılıb tökülür. Əslində valla səliqəli qızam. Niyə belə oldu bilmədim. Bir Azərbaycanlı olaraq yenə də mən bu koddaşmadan çıxa bilmirəm. O bəzi qızlar demiş. Mən yenə də bu bankaları ata bilmirəm də. Düzdür bu heç. Bunu kompot lazımdır. Ancaq bunu niyə də? Bax, niyə saxlayıram bilmirəm. Əlim gəlmir atmağa. Deyirəm əşya. Son qərar da verirəm ki, bacıma verərəm. O bağlayar da. Yəni yayda bağlamalar eləyir. Ona verərəm. Ona görə atmadım yenə. Hamısını səliqəli yuyub, qurudub. Saxlamışam burada. Birindən pakete yığım, qoyum balkona. Balkona qoyacağım. Gələndə deyim gərək aparsın. O yayda var idi. Nə qədər yuyub yığmışım, hamısını verdim bacıma. Bir paket saxlamışam, o da bəziləri mamamın olanlar idi. 3 kiloluqlar saxlamışam. Mən də saxlamamışdım özümə. Zoğal falan eləyəndə tapmadım. Qap tapmadım yığma, əncir eləyəndə. Obşum belə qapaqları sən Allah. Bunu belki de yumuşam yeni yuyacağım. Qalıb burada. Siz də beləsiz mən kimi. Bankalar yığırsınız. Ata bilmirsiniz. Əliniz gəlmir atmağa. Aparım balkona. Son vaxtlarda ən çox mənə verilən sual odur ki, deyəsən, sən oğluvu çox istəyirsən, qızıvı yox. Mən də qəribə gəlir, hər dəfə deyirəm, niyə elə düşünürsünüz? Yəni bunu bir nəfər yox, bir neçə nəfər bəlkə də mənə deyib. O da ona görə ki, ən çox oğlumun şəklini paylaşıram. Düşünürlər ki, qızım paylaşmır, bu oğlunu çox istəyir. Əsla elə deyil. Heç vaxt mən oğlumla qızım arasında fərq qoya bilmərəm. Həmişə də belə bir düşüncəm olubdu. Biri mənim sağ gözümdür, biri də sol gözümdür. Yəni bunun arasında necə fərq qoymaq olar? Yəni bu mümkün deyil. Sadəcə o balacadır, ona indi daha çox diqqət göstərir. Hətta bacısı belə ona daha çox diqqət göstərir. Daha çox ona sevgi göstərir, bir ki, o balacadır. Hələ mən hirslənəndə qoymur. Mənim uşağımla deyir, işin yoxdur. Aralarında belə bir sevgi, məhəbbət var. Əgər mən fərq qoysaydım, Nilay belə onu hiss eləyərdi. Yəqin ki, Nilay da qardaşına qarşı mehriban olmazdı. Amma elə valideynlər var ki, nəinki uşaq vaxtı oğlu qızı böyüyür, evlənir, ana başlayır fərq qoymağa. Eləyirəm, çünki qreçka eləyəcəm. Onun yanında 5-6 dənə kotlet olsa bəs eləyər. Çünki kənd çorpası da pişirmişəm, o da varımdı. Onu dünən pişirmişəm. Dedim, təkrar yemək olmasın da. Ona görə qreçka yanında da kotlet eləyəcəm. Mən bu şeyə heç razı deyiləm. Oğul da, qız da, ümumiyyətlə hər ikisindən hər bir adımında həmişə yanında olmaq lazımdır. Fərq qoymaq olmaz ki, qızı can yandırırsan, problemində, nəsə çətinliyində fikir edirsən, istəyirsən o problemini həll eləyəsən. Həmçinin də oğul üçün də bunu eləmək lazımdır. Bunu fərq qoymaq olmaz. Fərq də qoyanda oğul bu münasibəti görür, soyuqluq göstərir. Ana da fikirləşir ki, söz gəlin öyrədib. Amma düşünmür ki, özünün hərəkətinə və yaxud da ki, qıza qarşı. Elə valideyn də var ki, qızını heç maraqlanmır, maraqlı deyil. Bir şey olanda fikirləşirlər ki, soyuq davranan deyirlər ki, bunun əri öyrədir bizə qarşı. Ərinin sözünü deyir, bizim sözümüzü demir. Mən düşünürəm ki, bunların hamısı valideynlərdən asılıdır, böyükdən asılıdır. Çünki böyüklər bizdən daha çox təcrübəli olduqlarına görə təcrübəli davranmalıdır. Bu fərqi yaratmamalıdır. Heç bir övladına qarşı fərq qoymamalıdır. Ədalətsizlik eləməsin ki, kimsə inciməsin. İnsan balasına necə fərq qoya bilər? O da sənin balandır, bu da sənin balandır. Nə fərqi var ki? Mən hələ də belə şeylər anlaya bilmirəm. İnşallah da ki, heç anlamaram da. Həyatda böyük danışmaq istəmirəm. İnşallah ki də yaxşı valideyn olaram. Oğlum da, qızım da mənim haqqımda
həmişə müsbət fikirdə olar. Deyər ki, nə yaxşı mənim anam var idi belə. Necə ki mən anam haqqında elə düşünürəm. Çox bizə fərq qoymuyor. Həmişə qardaşımızın adı gələndə deyib o mənim tək oğlumdur. Onun yeri başqadır. Mən düzdür bir başqa istəyirdi çünki son 5 il olmuşam. Bir problemi, bu dərdi, bir sərimiz olanda hamımız üçün eyni fikir edib, eyni can yandırıbdı. Və siz necə düşünürsünüz? Kimdədir problem? Niyə belə şeylər olur? Son zamanlarda belə problemlər daha çox olur. Sizcə bunun səbəbi nədir? Deməli, kotletləri elədim, qalsın burada. Mən də tavanı yaxaladım içini. Yağ tökəcəm, biraz qızsın. Sizə tavanı göstərmək istəyirəm. Sizcə mən bu tavanı neçəyə almışam? Neçəyə almışam sizcə? Deyim, şoka düşün. 10 manata. Araz marketdən axşam aldım 10 manata. Çoxsu nə bilim 20 manat falan idi. Ancaq bu endirimdə idi. Niyə bilmədim. Mən də dedim qoy alım. Tavadır da. Xarab da olsa yəni 10 manat. 10 manat pul vermiş olacağım. Tez xarab olsa da. Baxaq görək necə pişirəcək. Mənfisi odur ki, qapağı yoxdur. Amma qazanlarımın Karacadan aldığım qazanın qapağı uyğun gəlir. O birislər uyğun gəlmədi. Getdik qızartmağa. Əslində mən buna yağı az tökəcəkdim. Başım telefona qarışdı. Baxın ki, çox tökdüm. Az yağda yoxlayacaqdım ki, görüm necə pişirir. Hələ ki yapışdırmadı, yaxşıdır. Əladır məncə bu tava. Əgər yaxınlığınızda Araz market varsa, mütləq gedin alın. Maxi yazılmışdadır. 10 manat 45 qəpik idi. Əladır. Qapağı olmasa da belə qızartmalar üçün kotlet falan yaxşıdır. Əslində mən belə tavalardan iyrənirəm, bilmirəm niyə dəmir istəyirdim. Ona görə Karacadan getdim, dəmir aldım. Amma bu nəsə qiymətinə görə kral dedik gəl götürək də. Bundan da olsun. Qiyməti yaxşıdır. Ona görə aldım. Həqiqətən də şey güzeldir. Greçkanı töktüm bu yağın içine. Dedim biraz qovurum. Nasız risk töktüm ki, birdən yeri yağ sıçramasın da qorxuram. Yəni qaynar yağı sulu yudum greçkadır da. Onu sonra yağ patlayır. Bu kapağı koymuşam. Bişdi. Geçen ki oturur. Siyah altını söndürürüm. Greçka hazırda. Elə bir ki, New York'tayım. Səmanın gözlərliyinə baxın. Gün burada batır. Baxın, nə gözəl görsən. Vlogumu burada yekunlaşdırıram. Əgər kanalıma abunə olmamışsınızsa kanalıma abunə olun. Vloglarımı yaxınlarınızla paylaşın. Mənə dəstək olmağı unutmayın. Növbəti vloglarda görüşərik.